Salam əziz dostlar. Bu dəfəki dərsimizdə biz Azərbaycan dilində sözlərin düzgün yazılış formasını dəstəkləyən bir proqramı bilgisayarımıza yazacağıq ki, bunun köməyi ilə Microsoft Office paketinə daxil olan proqramlarda Azərbaycan dilində yazdığınız zaman sözləri əgər səhv yazsanız, proqram sözlərin səhv yazıldığını bizə bildirəcək. Hətta düzgün formaları bizə təqdim edəcək ki, biz sözün düzgün formasını seçək. Bunun üçün biz Microsoft Office proqramını açmalıyıq. Buradan Review bölməsinə keçin. Gördüyünüz Language menüsündən Language Preferences seçirik. Qarşımızda belə bir dialoq pəncərəsi açılır. Deməli, burada İngilis, Azərbaycan və Rus dilləri görsənir. İngilis dilinin qarşısında ABC və bu işarəni görürsünüz. Installed yazır. Yəni, belə deyək, sözlərin düzgün yazılış formasını yoxlayan və qrammatikasını yoxlayan proqram artıq default olaraq qurulub. Azərbaycan və Rus dillərində isə bu proqram qurulmamışdır. Bunun üçün biz Not Installed linkinin üzərinə tıklayırıq və avtomatik olaraq office.microsoft.com saytına keçirik ki, o proqramı yükləyə bilək. Siyahıdan Select Language dili seçirik. Bizə Azərbaycan dili lazımdır. Təəssüflər olsun ki, burada Azərbaycan dilimizin adı ümumiyyətlə səhv yazılıb. Azərbaycanlı deyə bir şey yazılıb. Bunun nə olduğunu mən bilmirəm və çox utanc hissi keçirdim bu dəqiqə. Amma edə biləcəyimiz bir şey yoxdur. Microsoftda şəxsən öz adından bildirəcəm. İnşallah bu problem aradan qaldırılar. Seçdikdən sonra 2 dənə yükləmə düyməsi var qarşımızda. Download düyməsini tıklayırıq və biz yönlənirik Microsoft Office Language Interface Pack 2010. Niyə 2010? Çünki məndə bilgisayarıma yazılmış Office paketi 2010-cu versiyadır. Sizdə əgər 2007-dirsə, təbii ki, 2007 üçün olan bölməyə daxil olacaqsınız. Səhifəni aşağı çəkirik və proqramı yükləyirik. Burada diqqət etməli olduğunuz məqam var. Əməliyyat sisteminiz neçə bitli idisə və yazmış olduğunuz Office paketi neçə bitli idisə ona uyğun olan proqramı yazmalısınız. Əməliyyat sistemləri 32 və 64 bitli olur. Əgər sizin bunu öyrənmək üçün daxil oluruq bilgisayarımızın Properties hissəsinə. Burada System Type 64 bit Operating System. Mənim əməliyyat sistemim 64 bitli idi. Amma bu o demək deyil ki, mən 64 bitli olan versiyanı yükləməliyim. Çünki bu yazmış olduğum Office paketinin hansı bitə aid olduğundan asılıdır. Bunun üçün bilgisayarımıza daxil oluruq. C diskına daxil oluruq. Burada diqqət edin, Program Files və Program Files mötərizədə x86 deyə qovluqlar var. Bilgisayar 64 bitli dəstəkləyir və Windows 7 əməliyyat sistemi 64 bitli idi. Amma hər yazdığım 32 bitlik proqram gəlib məhz Program Files x86 qovluğuna düşür. Əgər məndə Office paketi 64 bitli olsaydı, o zaman mən saytdan 64 bitli versiyanı yükləməli idim. İndi isə 32 bitli olduğuna görə və bunu buradan dəqiqləşdirə bilərsiniz. Microsoft Office bölməsində daxil olursunuz. Yəni Office paketim məhz Program Files 86 qovluğuna yazılıb. Ona görə də buradan x86 yazılan versiyanı yükləyirik. Əgər 64 bitli versiyanı yükləyib yazsam, məndə effekt olmayacaq, çünki proqram işləməyəcək. Proqram yazıldı. Çalışdır əmrini verirəm və işarə qoyub, bu Microsoft proqram təminatının lisenziya müqaviləsinin şərtləridir. Oxuyub tanış ola bilərsiniz. Oxuduqdan sonra davam et düyməsini basırıq. Quraşdırma bitdi. OK əmrini verib Microsoft proqramını ümumiyyətlə bağlayırıq. Office proqramını, Word-ü bağlayırıq və yenidən açırıq. Burada aşağıdakı bu isə diqqət edin English US bölmə düyməsi var. Onun üzərimizə tıkladığımız zaman artıq Azərbaycan dili Azəri latının qarşısında ABC
sözü və bu işarəni görürsünüz. Artıq bu deməkdir ki, Azərbaycan dilinin seçilmiş olsa, orfoqrafiya və qrammatikası yoxlanılacaq. OK əmrini veririk. Siyahıdan Azərbaycan dilini seçirik. Əgər sizdə Azərbaycan dili burada yoxdursa, Azərbaycan dilini əlavə eləməlisiniz. Bunu necə əlavə edəcəyimizlə bağlı dərsliyi artıq paylaşmışam bir neçə həftə bundan öncə. Linki bu dərsliyin altına yerləşdirəcəm. Bilməyənlər girib o link vasitəsilə bura Azərbaycan dilinin necə əlavə olunmasını öyrənsinlər. Azərbaycan dilini seçirik. Proqramı yoxlamaq üçün biz hər hansı bir söz və cümlə yazmalıyıq. Azərbaycan dilini sevirik cümləsi yazdım və bura diqqət edin. İlk öncə işləməsi üçün Ctrl-A düyməsini basıb siyahıdan dili seçməliyik. Azəri latın məndə seçildi. Əgər sizdə ingilis dili seçilibdirsə, yazdığınız hər hansı bir söz ingilis dilinin orfoqrafiyasına uyğun olaraq yoxlanılacaq. Azəri latını seçib OK düyməsini basırsınız və yenidən baxırsınız. Hər şey qaydasında, çünki hərf səhvinə yol verməmişik. Burada dil sözündə i-nin birini silib və yenidən baxırıq. Artıq hərfin birini sildikdən sonra diqqət edirsinizsə, sözün altında qırmızı dalğalı xətt əmələ gəlib. Və burada kitabın üzərində qırmızı X işarəsi var və biz o işarənin üzərinə vurduğumuz zaman səhv göstərdiyi sözü və o düzgün variantları bizə təqdim edir. Biz buradan bizə lazım olan seçirik. Məsələn, Azərbaycan dilini sevirik olduğu üçün üzərinə tıklayırıq və problem aradan qaldırıldı. Bu proqram əsasən mətbəələrdə daha çox istifadə olunur. Qəzet və jurnallarda işləyən korrektorların ən çox sevdiyi proqramlardan biridir. Artıq bu video dərsliyi vasitəsilə siz özünüz bu proqramı bilgisayarınıza yazmağı öyrənmiş olacaqsınız. Diqqətinizə görə minnətdaram. Hər birinizi öz dilimizə hörmət etməyə, onu sevməyə çağırırım. Dərsi hazırladı Araz Eyyubov.